Azərbaycan bugün qalib dövlət olaraq tarixinin yeni bir mərhələsinə qədəm qoymuşdur. Belə ki, 2020-ci ildə Vətən müharibəsində qazanılmış zəfər və 2023-cü ildə antiterror əməliyyatlarının nəticəsi olaraq bütün ərazimizdə suverenliyimiz tam bərpa olunmuşdur. Bunun nəticəsi olaraq dövlətimiz daha güclü, cəmiyyətimiz daha məğrur olmuşdur. Daha güclü dövlətçilik fonunda Azərbaycanda ictimai institutlar, o cümlədən Həmkarlar Hərəkatı da öz çiçəklənmə dövrünü yaşayır. Həmkarlar ittifaqları bugün sadəcə əmək münasibətlərinin tənzimlənməsində deyil, eyni zamanda vətənpərvərlik dəyərlərinin və milli ruhun inkişafında da böyük rol oynamaqdadır.